Ziya Bünyadov rəhmətli həm də Yeni Azərbaycan Partiyasının üzvü idi. Onun idarə heyətinin, siyasi şurasının rəhbərlərindən idi. Amma onun həm elmi yoldaşları, həm də belə ictimaiyyətdən tanıyanlar bilir ki, rahat adam deyil idi, sözün deyən adam idi. Yaxın standartlarına cavab vermirdi. Hətta bir əlavə eləyim, müdaxilə edeyim üzrə. Murtuz Ələsgərov vaxt parlament sədri təyin olunanda olmamışdan əvvəl. Olmamışdan o ərəfədə Ziya Bünyadov demiş ki, bizə elə bir parlament sədri qoymaq istəyirlər ki, elə adamdır ki, onun adın tərsinə çevirəndə zırt-pırt oxunur. Məsələn, belə bir söz demiş. Əlavə demişdi ki, əgər o parlamentin sədri olsa, onda kül mənim başıma və taleyin qəribə, amansız rəftarına bax ki, Murtuz Ələsgərov gəldi, spiker oldu və onun qətlə yetiriləndən sonra da Murtuz Ələsgərov, üzr istəyirəm, Ziya Bünyadov, onun dəfn komissiyasının sədri də Murtuz Ələsgərov oldu. Onun ruhuna qədər əziyyət çəkdi, elə təkcə o prosesdən Allah bilir. Qənimət bəy, deməli, ikinci xatırlatdığım məqam odur ki, rəsmi sənədlərdə, istintaq sənədlərində nə göstərilir Ziya Bünyadovun ölümü ilə bağlı? Göstərilir ki, İrana məxsus Hizb-ü Təhrir qrupu, səhv etmirəmsə, bunu öldürüb. Niyə öldürüb? Yəni, Hizb-ü Təhrir qrupunun Ziya Bünyadovu seçməsi maraq... Təhrir idim, yoxsa Ceyşullah başqa işlə keçirdi. Hizb-ü Təhrir kimi yadımda qalıb ola bilər. Yəni, İran mənşəli olduğu bildirilirdi. İran mənşəli isə Hizbullah olar. Hizb-ü Təhrir sünni nə idi? Yox, Qənimət bəy, Hizbullah deyil idi. Nəsə, mən danışım, mən tapacağım. Orada nə göstərilib? Yəni, Hizb-ü Təhririn, indi adamı deyirsən, get filan kəsi öldür. Deyirlər, niyə görə? Deyə bilməzsən ki, xoşum gəlmir ona görə. Bir əsaslandırma olmalıdır da, qatillər özləri də, ən peşəkar qatillər kimisə elə belə öldürmürlər. Nəsə bir səbəb tapırlar. Səbəb belədir. Görün, nə qədər absurd bir səbəb. Bildiyiniz kimi, Qafqaz Albaniyası... Akademikin Hizbullah üzvləri tərəfindən öldürüldüyü və bununla bağlı bir neçə nəfərin azadlıqdan məhrum edilməsi ilə bağlı qərar qəbul edildiyi qeyd edilib Wikipediyada. Hizbullaha bağlı hansısa olsun ki, təşkilatın adı Hizbu nə bilim nədir? Yəni, Hizbullaha bağlı ola bilsin təşkilat kimi gedir. 2 dənə kitab oxumuş adam üçün istintaqın izahatına baxın ki, görün necə absurd gəlir. Moysey Kalankutlu'nun Albaniya tarixi deyə bir kitabı var. Qədim kitablardan da Albaniyanın tarixi ilə bağlı ilk kitabdır. Bu kitab da Sovet dövründə nəşr olunub, Sovet dövründə orada bir yer var, Moysey Kalankutlu, bunu xristiyan kimi yazıb, xristiyanların da baxışını əks elətdirib. Bir abzas gedir və orada bizim Peyğəmbərimiz, Məhəmməd Peyğəmbər, yalancı Peyğəmbər adlandırılır. Yəni, xristiyanlar zaten Məhəmməd Peyğəmbəri qəbul eləmirlər və bu bizim üçün qəribə olsa da sir deyil ki, bizim üzümüzə deməsələr də onlar doğrudan da belə görür bizim Peyğəmbərimizi. Və burada Ziya Bünyadovun nə günahı var ki? Ziya Bünyadov bunu Sovet dövründə sadəcə tərcüməsi və tərtibi ilə məşğul olub, o Qafqaz Albaniyası kitabının. Və ondan sonra müstəqillik dövründə bu adam Quranın tərcüməsində iştirak edib. Yəni, indi bugün Azərbaycanda populyar olan Quran nəşrlərinin birinin müəllifi kimi Ziya Bünyadov və Vasim Məmmədəliyevin adı keçir. Və Ziya Bünyadov qətlə yetiriləndə özü mümin bir şəxs idi, səhv etmirəmsə, həcdə də olmuşdu, Quranı tərcümə etmişdi. Yəni, tutaq ki, keçmişdə Ziya Bünyadov özü də hesab edib ki, Məhəmməd Peyğəmbər haqqında Moysey Kalankutlu'nun yazdığı doğrudur. Sonra bu imana gəlibsə, dinə dönübsə, onu niyə öldürməyə ehtiyac var idi? Moysey Kalankutlu'nun o kitabı yeni redaktədə çap olunur və həmin hissəni, Məhəmməd Peyğəmbər barəsində deyilən hissəni kitabdan senzur edirlər. Yəni, axmaqlıq bir şeydir. Belə Peyğəmbər təəssübü çəkmək olmur. Bu tarixi qədim kitabdır. Götür ona bir cavab yaz ki, qədim kitabı redaktə eləmək nədir? Senzuriya məruz qoymaq nədir? Və nəhayət gəlim Ziya Bünyadovun qətli ilə bağlı. Çox yaxşı olar ki, Qənimət bəy, bir dəfə o Ramil Nağıyevi dəvət edəsiz keçmiş MTN zabitinin, o detalları daha yaxşı bilir. Oradakı nə qədər işıqlar söndürülüb və s. və elə axır başqa orada problemlər var. Amma mən o qətildə ittiham olunan bir adam haqqında danışmaq istəyirəm. O, deməli, Abşeron rayonunun o zaman icra hakimiyyətinin oğlu idi. O icra başçısının adını xatırlaya bilmirəm. Nağıyev idi səhv eləmirəm. Adil Nağıyev. Adil Nağıyev o kişi sağdır və çox istərdim ki, bizim bu
eşidirsə, gəlsin növbəti dəfə bizim proqramımızda ya mənlə, ya Qənimət bəylə müsahibə Biz, olsun. Niyə? Adil Nağıyev, o uşaq oğlan da Nizami Nağıyevdir. Nizami Nağıyev. Qənimət bəy, bu adam özü də Heydər Əliyevə yaxın olub, əslən qərmə Azərbaycandan olub. Uzun illər mətbuatda bu ata fəryad edirdi ki, oğlum günahsız yerə şərlənib, siyasi oyunların qurban olub, onun bu qətildə rolu yoxdur və s. Necə siz türmənin içərisində işlədiyiniz kimi. Təxminən 2 il bundan əvvəl Hakimiyyət Yönlü Yeni Müsavat qəzetində bu adamın müsahibəsi çıxdı. Qobustan həbsxanasında saxlanılır. Yəni biz bilirik, tamaşaçılar üçün deyim ki, Qobustan həbsxanasına gedib jurnalistin bir məhbusdan müsahibə alması çətin söhbətdir. O zaman davamlı müsahibələr gedəndə elə mənim dalağım sancdı ki, bu nə məsələdir bu? Yəni ilin günün bu vaxtında həbsxanaya gedib bu adamdan müsahibə alırlar. Və bu müsahibədə adam ehtiraf etmişdi ki, mən öldürmüşəm. Bir ona sual qoyur ki, kontur ki, yaxşı, bəs sənin atan uzun illərdir belə car çəkirdi, kömək istəyirdi ki, ictimaiyyətdən ki, Ziya Bünyadovun qətlində bizim əlimiz yoxdur. Mən getmişəm, onun atasının müsahibəsi var. Deyir, mən getmişəm, Ziya Bünyadovun arvadı ilə danışmışam, detalları ona demişəm, adlar demişəm və ondan halallıq almışam. O qadın deyib ki, hə, sizlik deyil. Amma oğlan bu müsahibəni verdi. Müxbir də soruşur, bəs sənin atan niyə belə eləyir? O da deyir ki, indi atadır da, mən atamı üzməməkdən ötürü ona yalan danışmışdım. Hadisənin üstündən 1 il keçdi Qənimət bəy. Zakir Qaralov işdən çıxarıldı, yoxsa Ramil Yusubov? Ramil Yusubov işdən çıxarılanda həmin o icra başçısı Əvəz Zeynallıya müsahibə verdi. Tural TV-də var. Adam deyir ki, fikir verin, əgər burada hakimiyyətin siyasi marağı yoxdursa bu qətildə, görün bu oyunlar nə ehtiyac var ki? Artıq o adam da unudulub, heç görürsünüz, mən jurnalist kimi belə onun adını xatırlaya bilmirəm, hətta atasının adını xatırlaya bilmirəm. Cəmiyyət üçündə unudulub, gedib. Amma görün, Azərbaycan hakimiyyəti bu məsələdən nə qədər narahatdır. Çünki əmindirlər ki, bu iş nə qədər diri, danışa bilən adamlar var, danışılacaq. O kişi çıxdı, Qənimət bəy efirə. Çıxdı, dedi ki, bizi alladıblar. Necə alladıblar? Deyir, mən Zakir Qaralov və onun indi Ramiz Rızayev qəbul etdiyi və orada Ramil Yusubov da oldu. Mən dedilər ki, tay bəsdir də orada-burada danışırsan. Oğlu xilas eləmək istəyirsən, hə, bəli, xilas eləyim. Gəl təşkil eləyək, bu gəlsin belə bir müsahibə versin qəzetə. Desin ki, mən eləmişəm. Bu məsələni bağlayaq, uşağı da buraxaq çıxsın getsin, əff eləyək çıxsın getsin. Məlum oldu ki, Yeni Müsavatda, Hakimiyyət Yönlü Yeni Müsavat qəzetində o müsahibə prokurorluq tərəfindən, Daxili İşlər Nazirliyinin bir yerdə təşkil olunmuş bir şeymiş ki, bir daha bunlar belə deyək, dırnaqarası qatilin öz dilindən car eləsinlər ki, Ziya Bünyadovun qatili bu adamdır da, bu da 20 ildir, 30 ildir cəza çəkir, sağlamlığın, peşmançılığın nəzər alaq, asaq buraxaq. Belə bir məsələdir və mən efirdən də bir daha dəvət edirəm ki, o kişi gəlsin. Çünki o deyir, məndə çox məlumatlar var, danışa bilmirəm, deyə bilmirəm. Ailənin özündən mən halallıq almışam, onları inandırmışam ki, mənim oğlum bu səhvi eləməyib. Amma o əməkdaşlığın etiraf edir ki, mən də əldən düşmüşəm, 90-a yaxın yaşım var, ailənin yükləri ağır, o adam özü ailəli, uşağı xəstə, artıq mən də ölürəm. Dedim, cəhənnəm, bu kompromisə gedim, uşaq çıxsın. O da uşaq çıxmayıb və o Ramil Yusubovu, Zakir Qaralovu lənətləyirdi ki, məni belə bir oyuna saldılar ki, uşaq çıxdı. Qəzetdə də özü dedi ki, Ziya Bünyadovu mən öldürmüşəm. Bütün bunları deməkdə məqsədim o idi ki, bəli, Ziya Bünyadovun qətlinin üzərində qara buludlar hələ də var və o rəsmi istintaqın materialları ilə kim tanış olsa onlara ancaq acı təbəssümlə yanaşacaq. Bəli.